Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizə elə bir həyət evimizi təqdim edəcəm ki, inanın ki, bu evi almasanız belə videosunu izləməkdən zövq alacaqsınız. Bu ərazidə hələ ki, belə bir proyektdə ev tikilməmişdi. Yəni bu cürlə proyektlə evin tikintisi ilk dəfədir. Biz buna deyirik ki, Mərdəkan proyekti. Adətən bu evlərimiz Mərdəkanda tikilir. Amma bu gördüyünüz gözəl evin yerləşmə yeri Məhəmmədli qəsəbəsidir. Məhəmmədli qəsəbəsinin tam girişində, dairənin yaxınlığı, magistral yola tam yaxın məsafədə. 2 sot yarım torpaq sahəsində. Yerdən 4 daş kürsüdə tikilib. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində geniş şəkildə qeyd olunur. Əvvəlcə sizə evin məhləsini göstərdim. Gördüyünüz kimi düz məhləsinə qədər birbaşa asfalt yoldur. 2 sot yarım torpaq sahəsində yerdən 4 daş kürsüdə tikilib. Evin heç bir zabora bitişiyi yoxdur. Zaborlarından məsafəsi saxlanılaraq tikilib. Çox gözəl həyətdə besitkası var. Həyəti tamit daşlarla döşənilib, həyətinə maşın rahatlıqla daxil ola bilir. Mərkəzi kanalizasiya sistemi var. Evin üstü gizli damdır, izolyasiya olunub üstü. Yavaş-yavaş keçək evimizin daxilində sizi tanış edeyim. 130 kvadrat evin ümumi sahəsidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evin həyət qapısını görürsünüz. Geniş jalüz qapısı və kiçik qapısı da var. Sənədi isə həm evin, həm də torpağın kupçasıdır. Deməli, dəhliz sistemli evdir. Ev tamamilə istipoldan ibarətdir. Evin hündürlüyü 3.20-dir. Dəhlizə daxil olduqda sağda gəlir birinci evin mətbəx hissəsi. Pəncərələri hamısı yerdən olan geniş pəncərələrdir. Hər bir otağın geniş pəncərəsi var. Evin yerləşmə yeri o qədər gözəl yerdir ki, həm hündürdür, həm quru məhlədir, həm də çox gözəl havası var. Və bu evdə qətiyyən nəmişlik yoxdur, ola da bilməz. Bu ərazi ümumiyyətlə quru yerdir. Bura bizim qonaq otağımızdır. Betonu var, kəməri var. Hər bir tərəfi qoşadaşla tikilib. Evin tikintisi zamanı isə ən yüksək və keyfiyyətli materiallardan istifadə olunur. Otaqlarımızın hər biri, az öncə də qeyd elədim, istipoldur. Dəhlizi, qonaq otağı, mətbəxi mərmər daşlarla döşənilib. Otaqlarda isə, yataq otağında isə polları laminatdır. Evin yaxınlığından 150 metr məsafəliyinə Koroğlu və şəhər daxili bir neçə marşrut xətti keçir. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Kim alacaqsa Allah həm alana, həm də satan müştərimizə xeyrini versin inşallah. Bu da ən sonuncu yataq otağımızdır. Evin qiyməti 148.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa qiymətdə də indirim olunacaq. Evin sahibi tərəfindən. Əlavə nə suallarınız olsa zəng edərək məlumat ala bilərsiniz. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.